Nəyin nədən qaynaqlandığını bilirəm, ancaq heç nəyi dəyişə bilmirəm. Bu sözləri yüksək intellektə sahib olan, davamlı olaraq özünü analiz edən insanlardan tez-tez eşidirik. Buna səbəb həddindən artıq fərqindəlikdir. Bəzən insan məntiqi analizlərlə fərqindəliyini genişləndirir, ancaq bunları davranışa keçirtmədiyinə görə və duyğulardan da istifadə etmədiyinə görə bu fərqindəliklərdən bir nəticə ala bilmir. Dəyişimin, inkişafın və sağalmanın ən önəmli hissəsidir fərqindəlik. Ancaq əgər davranışlarla və duyğularla dəstəklənməzsə, heç bir yararı olmaz. Əksinə, həddindən çox fərqindəlik, hər şeyi bilirəm, amma dəyişə bilmirəm düşüncəsi yaradar və insana çarəsizlik hissi verir. Ona görə həm düşüncəmizə, həm duyğumuza, həm də davranışlarımıza kompleks yanaşıb, əldə etdiyimiz fərqindəliklərin içərisindəki duyğuları yaşaya və həmçinin kiçik-kiçik davranışlarla onları həyata keçirə bilərik.